Muska. Yere atma oğlum. Sen at olmazsa. 05860 0060. Saat 3'ə qalıb. Mən niyə yatmamışam bilmirəm. Sağ ol. Belə bir stol hazırladıq. Lucy. Oy. Bu həftənin axırı biz gedirik Rusiyaya. Lot number 2. Və salam, gəlim ancaq bu aldı. Taможня nə idi? Ay Allah, bu Azərbaycan dili məni öldürdü. Baba. Çox dardıq. Mufi kimdir adam? Bunların əlindəyik. Sen bunlar elindəsən. Biz daha baxmıyoruz. Vaxtında noxtaya vermişsən. Gecikirik və adımızı da çəkiblər artıq. İlk öncə sok verdilər. Dostlar, salam. Bugün bizim necə vlogumuz olacaq? Hər şey vlogu deyə həm qonaq gedəcəyik, həm unpacking də göstərəcəm. Ola bilsin təyyarə epizodlarını da göstərdim. Yəni biraz maraqlı fikirlərim var. İzləmədə qalın, davam eləyək. Həsən əmi qırmızı ramkalarına da. Teleportasiya gəlmişik qonaq. Adam, это кто? Nədir o? Kimdir o? Kisadır oğlum. Pişikdir, qəşəngdir Adam. Deməli qonaq gəlmişik. Nə hazırlamısınız bizim üçün? Salam, salam. Həsən, yeni 2 vlogumuz Azərbaycan dilində olacaq. Ərim. Bəh. Haskoldun baş sponsorluğu elə. Deməli, burada nəsə hazırlanıyor. Aerogrildə eləmsən yoxsa tuxovkada? Açmaq olar. Aşağı. Тарарарам. Neyse. Red комната. Это что? Sначала birinci yemək Adem, birinci yemək sonra. Özdə soruş. Bu bizim deyil axı oğlum. Gedib Sevil bacıdan soruşmaq lazımdır. Bəh. Nə qəşəng dekorlarınız var. Vüsal əmi. Здравствуйте. Hadi. Hara getdi pişik? Dostlar, işıqlarımız söndü. Pişik də qaçdı. Səni parıldadı. Oo. Adam bax. Həsən biraz diskoteka ver. Sağ ol Sefil. Ağır sən də kiməsə söz deyəbildin. Hər şey ola bilər. Gəlmişik şam ışığında romantik yemək yeməyə. Adam üfürmə. Adam, işıqlarımız sönüb, ona görə də yandırdıq ki yemək yeyə bilək. Oturaq, yaxşı oğlum? Bu neynir elə bilə qaytarmaq istəyir. Belə qəribə səslər çıxardır. Sən istəyirsən. Nə, verdim. Çox istədin Adam sən pişiyi. Ağırdır. Yerə atma oğlum, yazıqdır. Gözəl. Rumyana da vurulub. Kosmetikalanıb, makyaj. Şublarımız gəldi. O nədir? Aldı sən bunu yiyin. Yalım. Qaynar, biraz gözlə. Biraz gözləyin necə olacaq. Nəhayət işığımız yandı. Oğlum da söndürür. Biraz yaxından. Ura! Maladet. Biri axırıntısı da adam. Adamın ad günüdür bugün. Maladet. Tutardı oldu. Deməli bu 2 mor yatıb. Yeyib yatıblar. Bu evi dağıdır. Bayaqdan şarı partladıb. Bir dənə ürək partladıb. Dünyanı dağıdır da nə qədər balaca konfet yeyib. Multik qoşmuşuq, o heç ona da fikir vermir. Xanım buraları yer yığış elədi. Kabadokuna bax. İndi çay içəcəyiz. Dövlət binaları tutun. Travma var. Şey edirsə, sizə zülm edirsə, onları yadda saxlayın. Apelsin, Apistim. apelsin. Soko yoxsa konfeti? Nə deyə bilərsiniz? Bir aktiv olun da belə bir gicdi eləyin. Nə oldu, yata bilmədiniz? Fes koyum yattım. Yatam benim. Ben de tabii daha. Yorum. Hiç yatam ben. Pis deyirsən ha Həsən.
Özün bişirmisən? Malades. Sevil. Nəlidir ki o? Ağ çörəyi. Şeker çörek. Qəşəngdir. Belə bildim satın olmadı. Malades bu. Görürsünüz, gəlin özü eləyib də gözünüzə su verin. Adım daddı da balam. Tort yersən tort? Bak. Yemirsən? Niyə? Bəs istədin axı tort. Qəşəngdir, ye, dadına bax. Çok sağ ol. Ana. Abi ya misal bırak Belə bir nəsə alındı. Gel. Du lu 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 lu. Gel. Sen oturmazsın. Bunu da paylaşacağım ha. Paylaş. Parmağımı da. Gitti. Aha, falçı notlar getdi. Ha. Üzerinde böyle qabiliyyətdə var. Çəkilmən deyir, çəkilmən. Rəhbər, nə qəşəng o çalır oğlum. Bakın bu modelin yani güzelliğine bakın. Nece modeldi? Sayfa nedir? Mənim səhifəm Hacar Qəsanova. Həcar Qasanova YouTube'dan bakabilirsiniz. Blogerimize çekir burada bizim. Ver onunla görün. Burada blogerdir mən çəkirəm bu arada çəkirəm. Hə. Deməli, Həsən iş başındadır. Belə komplektlərimiz var. Mərkəzi Univermaq üçün əlaqə nömrəsi qeyd edilir. ha, 2-ci mərtəbə. Həsənin yerini soruşun. Haskold. Burada da Vüsgold yatıb. Hə, nömrəni deyirsən. Bu stili bax. Nömrəni denən qeyd eləyim. 050 860 0060 Xəcər Qəsanov YouTube kanalımıza baxa bilərik. Gülər xanım, çox sağ olun yazdınız. Mən sizə Adım da burada yatıb. Və dünən yıxılıb, əzib yanağına. İndi dərman vuracağam ki, göyərməsin daha da pis. Yəni bir də burnuna dərman vuracağam, yatsın. Bir ayda xəstəlik bizdən getmir. Dostlar, 2:42 saat 3-ə qalıb. Mən niyə yatmamışam bilmirəm. soram dillə ki, niyə ağlamırsan? Ne qaraqlıyım? Hələ kömək eləyənin də var. Dinən bunu yarsın Həcər yerdə. Hər şey Həcər yerdə. Hədər. Həqiqətən Həcər Həcər yerdə. yeyəm. Evli mutlu Evli çocuk. mutlu çocukluğundan. Elə ondandır. Ha büyütüyor. Ne kadar oldu? 5 aylıqdır. Yeməli duracaq. Hə, şirinsə. Ye. Çok güzeldi. Merhabalar. O benim kızım. İşte benim Nazlı. özüme okşur. Ah. Yaşıl göz. Sen onu da Temu'dan almışsan. Yo Müşkan şeydi. O Müşkan'ın balacası. Allah bana almasın. Soyundurup da almışım. Orada sen gidin ha. Uyurken. O Versailles olacak burada. Ben o boyda ya. Haskold. Dünya markası. Ona bir tane tak. Muska. Hayvanın sana ayrı bir... Şabanız xeyir. Biz oyanmışıq. İndi səhər yeməyimizi yeyib gedəcəyik bağçaya, şişə. Sen hara gelsin? Ben işim. Sevil Hanım da bize burada çay süzüyor. Eyleme. Dostlar salam. Hər vaxtınız xeyir olsun. Bugün ayın 18-idir. Və biz gedirik qonağa. Kim biz?
Gedirik qonaq bebimin gəlini gilə. Bebimin oğlu gilə əslində. Bebim oğlu gilə gedirik. Qızlarla görüşəcəyik, yığışacağıq, nə bilim suşa zakaz eləyəcəyik. Görək proqramımız necə olacaq? Maraqlı keçməlidir bu günümüzdə. Vlogumuz deyəsən qonaqlıqlardan ibarət olacaq. Onların bir pişiyi də var. Adım gedib ondan oynayacaq. Gedirik ya Samalla. Dostlar, biz gəldik, çatdıq. Amma bayaqdan əslində çatmışıq. Sadəcə olaraq başım çox pis ağrıyırdı. Çəkməyə uca axotum yox idi. Amma indi çatmışıq və bizim suşilərimiz gəlib. Bu Günel xanımdır. Salam. Kızım ayılır. Bu Sevinç xanımdır. Salam. Здравствуйте. Bu mənim oğluşumdur. Burada Günel'in ilişkaları ilə oynayır. Kinder sürprizlərlə. Bu bizim çay süfrəmizi ucu yığışdırmışıq. Bu bizim suşilərimizi indi açaq. Tam sizə göstərəcəm. Və hardan sifariş eləmişik. Xoşumuza gəldi mi? Onu da düzgün deyəcəyik. Səhər yediğimin üstündeyim. Arjundan öyle. Dostlar, gəlin belə açaq göstərək. Suşimiz Bakura suşudandır. Əslində mən yemişəm, amma bu seti yeməmişəm deyə. Darararam, bu bizim Çok tatlı olur. bu bizim istirollarımızdır. Nə deyirlər buna? Hot roll yox. Nəsə başqa şey. Yox, bu hot roll budur. Bizim hot rollumuz. Bu bizim. Setdə 92 ədəd var və 33 manatdır. Bəlimi xanım? Bəli, elədir. Düzdür. Sonra birlikdə çatdırılma ilə bərabər 38 manat pul ödədik. 1 saat 20 dəqiqəyə gəldi. Sonra bu. Yəni sifariş edəndə çox acı olacaqsınızsa bunu öncədən nəzərinizə alın. Bəli. 1 saat 20 dəqiqə çatdı bizim sifarişimiz. Ola bilər, hə. Siz nə deyə bilərsiniz bununla bağlı? Yerləşdiyimiz üçün şu an Yeni yasın. biraz da uzaqda deyəsən, hə? Bu da belə. Salam. Günel. Tamam. Günel Günel. Buyurun, darolumuzdan. Günel de. Onda öp beni. Bu arada ölçüsü o kadar da küçük değil. Düşündüm ki 92 ədəd olduğu için balaca olar. Ama balaca değil. Normaldir. Ölçüsü normaldir. Yani çok küçük değil. Hə, adım tişdə ye. Ayrı Nyam nyam. belə soya sosumuzu belə acele şəkildə qoyublar. Səliqəli şəkildə və dağılmayıb. Çoxlu palçıqalar qoyublar. 4 dənə belə şeylər. Hələ ki yaxşıdır. Wasabi. Yok sushi. Deməli dostlar, belə bir stol hazırladıq. Adam bu что? Adam Bu nədir oğlum? Neydi bu? Мусли. Aa, diye ben bu sushi yiyeceğim bak. Ben bu sushi yiyeceğim diye bu sushi. Вкус. Он смотрит такой. Спасибо, дура. Ой. Azana. Hay. Haydi. Oynamaq istəyirik. Yerden uzandı ki ben sakalı. Yox. Oynamaq istəmir. İşte iyi. Qaçma da qorxur. Amma deyəsən yavaş-yavaş öyrəşirlər bir-birinə. Gəl, gör. Abalam sabaka deyil. Tut da keşe tut. Öpebilirsen onu. Ha, öpür ki. Ay ya. Yazıq bir şey, aciz kimi dayan. Yavaş. Uşaq kimsə. Gətir bura deyir. Baş üstü. Deməli yenə gəlmişəm Stories kofeyə. Oturub burada çay içirdim, həm də dincəlirdim. Demək istəyirdim ki, bu havadan nə qədər xoşum gəlir. Hamı oturub öz ampulasında, hər kəs öz işinlə məşğuldur, heç kim işinə qarışmır. Nə bilim, hamının qabağında kompüter, kimsə kitab oxuyur. Yəni çox ilham verici bir rəsmdir. Kartina necə deyirlər, heç onu da bilmirəm. Yəni, indi sizə biraz göstərəcəm. Çox göstərmək istəmirəm, çünki düşünürəm ki, insanları narahat edə bilərəm, amma fikrimdən bölüşmək istədim. Deməli, mən burada nəyə görə oturmuşam? Çünki gəlmişdim Gənclik Mola
burada biraz alışveriş elədim. Evdə göstərəcəm daha ətraflı nələr almışam. Məsələn, çox şey almamışam, amma nədənsə son vaxtlar shopping heç yaxşı getmir. Yol üstü gedib oğlumu götürəcəm bağçadan və sonra gedəcəyik evə taksi ilə. Deməli, bugün ayın 21-idir və bugün futbol var. Yoldaşımla oğlum gediblər futbola. İndi istəyirəm sizə bax bunları açım göstərim. Deməli, nə xəbərlərim var? Bu həftənin axırı biz gedirik Rusiyaya. Mənim ailəm gilə deyək. Yəni mənim anamgil orada yaşayır. Ona görə də gedirik və mən istədim bir kiçik hədiyyələr alım hər kəsə. Hadi başlayalım. Pull&Bear'dan anama bir belə trenç aldım, qısa trenç. Düzün bilmirəm, geyinəcəkmi, geyməyəcəkmi, çox belə qərarsız qalmışdım alanda. Amma həqiqətən başqa heç bir normal bir şey tapa bilmədim. Çox ümid edirəm ki, xoşuna gələcək, çünki mənim artıq dərəcədə xoşum gəldi bu trençdən və bu biraz qısadır da, yəni ona görə biraz narahat oldum. Çünki mənim anam bildiyiniz qısa geyinmir. Yəni şalvarı geyinəndə mütləq şəkildə üstündən bir uzun koftamı, tunikmi deyək, elə bir şey geyinir ki, yəni hər yeri bağlasın. Və düşünürəm ki, bu qısa belə olsa, yəni hansısa bir donla geymək olar. Arada adam çox uzun plaşlar geymək istəmir. Qısa da ki, əldən tutur, tez geyindin, qaçdın. Düşünürəm ki, bəyənər və əyninə də olar. Əslində XL geyinir, amma Zara'da, Bershka'da bu mağazalar adətən boş üst model çıxardırlar. Bilmirəm nə ilə bağlıdır, amma mən həmişə alanda, yəni bu dəqiqə S deyiləm, M-əm, amma S alıram. Çox qəşəngdir, məncə platya ilə falan belə uyar. Qiymətini isə demirəm nəyə görə, çünki yəni də hədiyyədir, istəmirəm demək. Amma kim istəyirsə, endirimlə almışdım. Əvvəlki qiymətdən 2 qat aşağıdır. Yəni kim istəsə yazar mənə, qeyd eləyəcəm videonun altından Instagram'a. Yəni bütün videoların altında qeyd edirəm. Adətən girib yaza bilərsiniz mənə direktdə. Orada cavab verərəm sizə. Lot number 2. Qardaşıma isə nə almışam? Qol qısa balonka deyirlər, yoxsa nə deyirlər bilmirəm. Bu sadəcə olaraq ümid eləyirəm ki, əyninə olar. Çünki qardaşım son illərdə biraz topuşdaşıb, qarnı falan çıxıb, amma çox ümid eləyirəm ki, yəni qəşəng olar. Bunu Zara'dan almışam. Buna da eynən, amma M razmeri almışam. Bunu da eynən yazarsınız, soruşarsınız, mən də sizə deyərəm. Tulada kim yaşayır? Tulada mənim anam qalır. Atam isə dünyasının dəyişdiyi bu il 5 il olacaq. Qardaşım da keçən il evlənib və indi orada gəlinimiz də qalır. Yəni üçü qalırlar. Rusiya deyəndə Moskva fikirləşir, amma Moskvaya yox, Tulaya gedəcəm inşallah. Gəlinimizə nə aldım? Gəlinimiz isə belə bir şey istəyirdi. Bunu Bravo'dan tapdım. Yəni əslində axtarmırdım. Özü burada olanda axtarırdı, amma tapa bilmirdi. Mən də üstünə düşəndə fikirləşdim ki, niyə də almayım. Və salam, gəlinimə ancaq bu aldım. Əslində yox. Gəlinimizdə başqa bir fikrim də var, bir şey almaq, əsas hədiyyə əlbəttə. Amma onu hələ tapa bilmirəm. Üstündə çox əlləşirəm. İnşallah ki, tapacağam. Və tapanda da sizə göstərəcəm. Yəni ailəmlə belə qutardıq. Keçək oğlumun alışverişinə. Bu da oldu LC-Waikiki-dən. Bir dənə də ayaqqabı almışam Zara'dan. Deməli Zara'dan bu ayaqqabıları almışam. Buna baxın, bunun gözəlliyinə. Çox sevirəm bu modeli. Deməli 1 yaş üçün, 2 yaş üçün, bunu da 3-cü yaş üçün almışam. Qiyməti çox belə ucuz deyildi, 29 manat, yəni normaldır da. Düşünürəm ki, ümumiyyətlə belə ayaqqabılar, yəni balaca, niyə də baha olsun? Çünki ayaqqabı firması deyilsən desən. Amma yenə də ona baxmayaraq belə ortopedik stelkası var, yəni pis deyil. Material da zamışa kimidir. Deməli, sonra keçdik LC-Waikiki-yə. 3 dənə belə corab aldım, qalın. Çünki orada bu dəqiqə çox soyuqdur. 7.99 3-ünə verdim. Və bu çanta.
Bu çantanı nəyə görə aldım? Əslində bir dənə çantası var, 2 dənə hətta çantası var. Nəyə görə aldım? Çünki o biri çantalar bundan daha balacadır. Yəni gördüyünüz kimi həm yekədir, həm çox şey sığacaq, həm qıraqlarında da belə cibləri var, qabağında da cibləri var. Açılmağı da çox belə rahatdır və belə açırsınız, xeyli şey içinə qoymaq olar. Düşündüm bunu alım təyyarə üçün. Çünki təyyarədə adətən çox əşya lazımdır özümlə götürmək. Həm oyuncaq, yəni uşağın başını qatmaq üçün, həm sneklər, həm paltar. Ona görə də belə biraz böyük oldu. Əslində Temudan da bağlamalarım var və çoxdur, amma artıq bir həftədir qalıblar tamoşnya. Tamoşnya nə idi? Ay Allah, bu Azərbaycan dili məni öldürdü. Gömrükdə qalıb və gəlmək deyəsən bilmir. İndi başa düşmürəm, gələcək yoxsa yox, çünki orada başqa hədiyyələr də var və özüm üçün də əşyalar almışdım. İnşallah ki gələr, gəlməsə biabırçılıqdır. Gəlməlidir 2 günə. 2 günə gəlməlidir çünki 24-ü gedirik. Bugün artıq 21-idir. Yəni gəlməsə dəli olacağam, bildiyiniz. Biz gəlmişdik Adamoşanı həkimə aparmağa və çıxanda 1-2 dönər gördük. Mursal yemək yeməyə təklif elədi. Adəm də burada oynayır. Bizim yeməklər gəldi. Göstər görə nə sifariş eləmişsən sən? Almanski dönər. Smiyasım. Ooo. Qanar deyil, qanardır. Qoy soysun sonra, yaxşı? Bundan yersən, görə. Qoy. Limanı. Məndə də burada nə var? Məndə də toyuq dönəridir. Dadlıdır. Deməli biz yedik, içdik, indi gedirik adamı bərbərə aparmağa. Böyle saçları biraz uzanıb. Hara gedirik oğlum? Бабаля. Ну что же, мы пришли в барбершоп, называется Джуманджи. Адам пока играет. O nədir? Nədir o? Atası. Adam. Adam üstün tük olar oğlum. Giyindi, Adam da giyindi. O maş samay Bunlara gir bax, multiki. belə otsun, barmaqla oynasın bu dislərdən. Это не рилсы, это шорты. Atası yaxşı öyrədi. Зато сидит спокойный, да, пап? Yatır. Нет, ты спокойный. Benimki de böyle değil yaptı. Deməli, burada belə bir qəşəng iqravoy yumru plaşatka var. Sonra belə bir oyun yeri var, maraqlı və iguana. Dovşan da var idi, amma yığışıb. Kim baxıb bu kinoya? Bu sonuncu seriyanın şəklidir. Arkada hələ futbolla ilişki yaşayır. Qaşındı. Tük düşüb, bax ona görə onu bağlıyoruz, değil mi? Все, adam qurtardı. Çox sağ ol, denə nəniyə? Görmə. Oo. Baxın, ləhəzənə çox var. Çox qurtardıq.
Seni görmeli şeyler. Arkadaşlarım var. Ondan niye gidelim? Gel. Gel oraya istiyorsan. Побежал играть. Aktan yok. Ya buna bir şey gösteririm sonra. Qorxdu. Sən də ged əlini vurarsan əmin əlində, yaxşı? Rahat götürmüşdür. Ha, əlimizi vururlar. Bu bunun əlləridir adam. Bu bunun başıdır. Господи, Bu какой у него bunun qarnıdır. скелет. Əl vur görək, bax görək əllər də var, bax. Buralar Muf ikimid də adam. Buralar elə qalır. Muf ikimid də adam, qorxdu. Kamera. Ağzı bağla, ağzı bağla. Parmağınıza. Dişlerine bak hele. Zərbə diye. Sus. Əlbəttə olar həyatım. Azad da. Şu adam iguanaya sağ ol elə gedək oğlum. Dedin çox sağ ol, sağ ol. Sağ ol. Sağ ol dedin ya. Var, eski bir aktör kalmadı. Biz aramızda hatırı söhbət heç vaxt olmayıb. Bax, biz həmişə bacı kimi olmuşuq da. Dostlar, qonaq gəlmişik. Burada söhbətlər gedir. Yoldaşımın qohumları gildəyik. Bir yaxşı qız ki, bax. Məsələn, Mən səsi dildə. yox. Sən yaxşı qız. Yatırdık, bina yuyub, yığışdırır, qabları, ayaqqabılarımızı da yuyub, hansı Beni gösterecek. Bu şey yakalamışsın. Aytekin arkasına. Ya çekmedi. Elton'u çek. Ay Telman dayı, siz olan videolar o kadar baxış yığır ki YouTube'da. Telman dayı çəkəcək oğlu. Nədən deyir? Sağlık. baxmışam mən sənə. Sağlık demeyim. Ya geldi ki gel. Dil ben bozmamış. Dil kulaktan istemiyorum. Bankamat burada da şimdi. Yok abi. Ha. Sen az ses başlama. Bankamatta bir kiralık ondan yap. Kodunda bir kodu. Kodunda da. Sen sağ ol. Yaxşı yani. Sen telefonla benimle kulağın elindeyim. Sen bu halindesin. Biz ben bakma. Ben bakma. Ben yaxşı yerdeyim. Ben bilirim. Bilirim. Vaxtında noktaya vermişsən də. Sağ olsun. Bilirəmizi və utancaq adam sənədir. Elimdə kafet bir Dostlar, teleportasiya evə. Deməli, etiraf eləyirəm ki, səhər uçuşlardan zəhləm gedir. Nifrət edirəm həqiqətən, çünki bilmirəm nədən olur. Düzdür, əvvəl də çatdırıb heç nə eləyə bilmirdim. Axır həmişə səhərə yaxın yatırdım. Ən azı 1-2 saat yatırdım, amma bu dəfə heç yatmadım, çünki bugün Adəm heç bağçaya getmədi, yəni Vüsal aparmadı. Məcburən həm uşağa baxdım, həm Adəm yatanda nəsə bir iş görürdüm. Çox sağ ol, mujum. В kavычkах нет. Hər şeyimizi hazırlamışıq. Saat 5:53-dür, bilməm görsənir buradan ya yox. Axır 6:30-da getməliyik aeroporta, çünki 8:30-da uçuşumuz var. İnşallah günorta yəqin ki çatarıq. İndi Adımla Vüsalı oyadım. Hər şeyi hazırlamışam. Şöyle giyindiğimiz paltarları da hazırlamışam. Yəni onlar da giyinib çıxacaq rahat. Vəssalam, evdə də bütün işlər təmiz, hazır. Evdə bir şey olduğu üçün qaynanamdan qaynatam gəlib qalacaqlar burada. Hadi aeroportda görüşərik. Ora aeroportdur. Bu yox, bundan sonraki qapıda zəhmət deyilsə. Bax, samolyotları qabaqda. Samolyotlar dayanır. Таким вот образом Adam едет. Hop. Biz gəlmişik Premium Bank'ın Miles restoranına və nədir o balam? Vişa. Vişnya? Qartalı. Qarğıdalı? Qartalı. Qartalı? Çox sağ olun. Harda gördün qartalı? Bak, prosto şeydir. Nə? Azdır. Nə? 40'da çıxmalıyıq ki, normal gedək çatar. Belə bir mini bufet var burada. Çay, kofe, aha. Da. Ne var orada balam?
Самолет. Самолет? Это самолет. Ничего себе. Çox yekeydi adam. Вот что взяли. Так, по чуть-чуть. Адам. Gedirik samolyota. Gecikirik. Şimdi vəziyyət ağır olacaq. Gecikirik. Və adımızı da çəkiblər artıq. Sənin xəbərin var, bütün samolyot səni gözləyir bu dəqiqə adam. Artıq təyyarədə oturmuşuq və əslində yerimiz yan bayan idi. Yəni ABC-də otururduq. Amma təyyarənin çoxsu boşdu və Vüsalgil ora keçdilər və nə gözəl, çünki mən gecəni yatmamışam deyə mən yatacağam, onlar oynasınlar. Reali polyotu. Deməli, Adem belə adam kimi qəşəng götürüb yemək yeyir. Hatta son üçün soyudur yeməyini. Mən də göstərim burada nə var. Deməli, ilk öncə sok verdilər və mən onu bu dəqiqə dağıtdım kürtkamın üstünə. Sonra burada belə bir kolbasa dilimləri var və bir dənə zeytun. Burada meyvəli mix. Bu pendirlər və qaysı. Cem, yağ, stalovoy pribori, çörək və 2 dənə seçim var idi. Omletlə sosiska, yoxsa toyuqla belə tərəvəzlər. Və su. Bizə nuş olsun. Restoranda o kadar çok yemedik diye təyyarə yeməyi də tamamilə başqa bir şeydi. Ona görə vazgeçmədik. Neyse biz çatırıq. İnşallah gələn həftə görüşərik. Vloga baxdığınıza görə çox sağ olun.